Buradan yoldan çıxdı, gəldi, girdi ora. Oradan da bura, çörüldü bura. Ölənləri gördünüz mü? Bəli. Uşaq idi. 2 dənə uşaq idi, bir dənə böyük. Maşında təqribən neçə nəfər var idi? Siz gördünüz olanı? Maşında 6 nəfər idilər desən. Bəli. Bunlar Bakı istiqamətdən gəldilər. Bəli. Siz burada işləyirsiniz. Bəli. Gördünüzdə bu necə bir idarə etmədən çıxdı? İdarə etməni itirdi. Bəli, oradan yolun qırağına çıxdı, sonra gəldi girdi bu dəmirlərə. Sürət var idi, bəli. Dəhşətli yol qəza hadisəsi Yeni Ələt Astara Magistrol yolunun 122-ci kilometrliyində Masallı rayonu Ləngan kəndinin arasında baş verib. Hadisə zamanı ölən və xəsarət alanlar var. Xəsarət alanlar Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Uşaqlar Həkim Cərrah Rahib Ağayev 09.05.25-ci il tarixdə saat 13:30 radələrində Ələt Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı rayon mərkəzi xəstəxanasına 3 nəfər, biri kişi cinsli, ikisi qadın cinsli olmaqla xəstə daxil olub. Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə zamanı 3 nəfərin həkimə qədər ölüm faktı qeydə alınmışdır.